bəzilərində görürdüm ki, öz dediyimi diktə eləməyə çalışıram. Burada həqiqətən də kənardan səhvimi görmürdüm. Bilməm, diqqət edirdiniz, eləmirdinizsə, hətta orada Gülər xanım da bir şey vurğuluyurdu ki, Hicran bəy hər dəfəsində oyuna başlayanda siz özünüz də dediniz ki, hər dəfəsində etdiyi səhvə görə bir üzrxahlıq bildirir. Ki, yəni mən əgər burada özüm öz bir yanlışlarıma görə üzrxahlıq edirəm, bu özü belə bir ego aşımına gətirir, çıxarır ki, insan bir egonu keçə bilir. Əgər insan bunu dilə gətirə bilirsə, əlbəttə ki, bu perixodu keçdi. Bu bir. İkincisi, mən orada öz səhvlərimi görürdüm ki, hansı ki, mən necə yanaşıram və sonrasında orada öz səhvlərimi görüb nəyi düzəltməyə çalışıram. Bu çox ciddi mənə təsir edirdi və ona görə hər oyuna gəldikdə, hər bir şeylər, yenilik bir şeylər öyrənmək üçün sevə-sevə qatılıram. Elçin orada o qədər mənə qarşı gərilmişdi ki, yekunda ki, hər kəsi seçəcəkdi ki, kimə hansı vəzifə versin, mənə dedi, sən sürücü eləyirəm. Yadımdadır. O əməkdaşa ya bir cəza tətbiq eləyərdim, ya işdən çıxardardım. Orada Elçini qınamadım, açığı. Amma oyunun sonraki mərhələlərində əlbəttə ki, seçim etməli olardım. Əməkdaşla təklikdə söhbət eləyərdim. Bunu eləmə səbəbi nədir? Burada mənim nöqsanım nədir? Niyə görə bu aqressivliyi nümayiş etdirir? Əlbəttə öyrənməyə çalışardım. Əvvəlki rəftarda müştəri ilə dalaşa bilərdim. Dalaşa bilərdim. Və mənə hər oyun, hər oynadığım təqdirdə bayaq da vurğuladım ki, nələrsə öyrədir. O adam başladı məni müdafiə eləməyə. Sonra da yekunda biz bir-birimiz haqqında sual verdik. Mən orada özüm haqqında bir sual verdim ki, yəni məndə nə gördünüz? Xahiş edirəm, deyin. İştirakçıların hardasa 7 nəfəri yazdı ki, siz egoistsiniz. Amma yeganə Cəmil bəy mənə bildirdi ki, əslində Hicran egoist deyil. Sadəcə özünü egoist kimi göstərdi. Mənim üçün ora öyrənmə yeridir, oyun deyil. Menecer rolu, mənə elə gəlir ki, menecer rolunda olan insanlar çox sadə insanlardır. Onların hər hansı bir qorxuları yoxdur. Əslində ilk oyunda gələndə, çıxanda bəzi şeylərdə çox cırnıyırdım. Müdür deyir, sakit durun, işçilər sakit durmur. Xaos yaradılar, sonra da elə idarə edə bilmirsən. Onun nə günahı var idi? Bunu başladım insanları yargılamağa, müdürün idarəçiliyini sorğulamağa. Hardasa ikinci oyundan sonra yavaş-yavaş tempo tutmağa başladım ki, əslində burada məsələ oyun deyil. Əslində bu real bir həyatdan götürülmüş bir şeydir. Artıq ikinci dəfədən sonra oyuna tamam başqa gözlə baxmağa başladım. Baxdım ki, əslində bu oyun deyil, bizim gündəlik həyatda yaşadığımız, amma əslində görə bilmədiyimiz bir şeylərdir. Biz gündəlik bu çarxı oyununda, mən gündəlik işdə yaşadığım şeyi, görə bilmədiyim bir şeyi, işçilər mənə onu deyə bilmir. Mən amma burada digər yoldaşlardan, təcrübəli yoldaşlar da, hamısı sahibkarlar var və ya vəzifəli şəxslər olur. Baxıram ki, məsələn, onun idarəçiliyində nəsə burada boşluq varsa, deməli məndə də nəsə bir şey var. Başlayıram özümü sorğulanmağa ki, deməli məndə də bu var. Və özümdə o şeyləri çalışırım, axtarım. Əslində müavini olaraq oldum, amma müdür kimi hərəkət edirdim orada. İstər-istəməz, çünki gündəlik həyatımda bunu edirəm. İstər-istəməz girirəm proseslərə, müdaxilələr edirəm, insanlarla bu. O mənə doğru deyim, çox dəydi. Çıxandan sonra başladım özümdəki hərəkətləri, baxdım ki, məsəl üçün, mən burada yanlış eləyirdim. Bu sanki məndə kimsə bir ayna tutdu. Həmin o aynadan özümü gördüm və çox böyük dəyişikliklər olmağa başladı. Etiraz edirəm. Mən də o elə bil ki, o etiraz edirəm deyəndə məndə də başqa bir şey yanırdı. Çıxmışdım stulun üstünə. Stulun üstünə falan çıxmışdı. Yəni xaosda biraz sıxıntı yaşaya bilirdim. Yəni mən bunu yadıma gəlir. Oyunun içindəki xaos hər bir yerdə danışır. Öz başınalıq olur. Bəzən məsəl üçün doğru idarəçini, doğru komandanı görə bilmirik. Bəziləri bilərəkdən eləyir, bəziləri yanlışlıqdan eləyir. Hərə öz bildiyini eləyir, amma vahid bir amal üstündə biz birləşə bilmirik. Bu transformativ proses keçəndən sonra insanlar artıq çox rahat bir şəkildə o xaosa öyrəşə bilir və onu idarə edə bilir. Xaosda boğulmalısan, ya oyunçu olmalısan, ya da idarəçi olmalısan. Amma daxildə olaraq insanın özünün asılıdır, hadisəyə yanaşması asılıdır. O yanaşmamız dəyişmədikcə bizim xaosa münasibətimiz dəyişmir. Bəzən də bilərəkdən xaos çıxartmağa başladım. Bəzən komanda işində daha aktiv rol almağa başladım və bəzən həmin o hadisələrin içində bilərəkdən bir xaosda aparıcı şəxs kimi də olma vəzifəsini üstümə götürürdüm. Və ondan prosesdən də zövq ala bilirdim. Xaosun verdiyi imkanlar çoxdur.
Çünki bir krizis var. Krizislərdə həmişə bir fürsəti görmək lazımdır. Bizə onu göstərir xaos. Yəni bu fürsəti yeyən məsəl üçün qarşındakı komandanın həm zəif cəhətini görə bilirsən, həm güclü tərəfini görə bilirsən. Eyni zamanda da hər kəsin necə deyim, hər şey qarışanda sən onu daha yaxşı analiz edə bilirsən. Əgər idarəçiliyi orada necə deyim, mənimsəyə bilmirsənsə, beynimizi məcbur edir ki, yaxşı ideyalar fikirləşək. Komanda yoldaşlarımızdan sıxlaşa bilir. Çünki oyun bizim əsl simamızı ortaya qoyur deyə. Yeni insanlarla biz yaxınlaşa bilirik. Bu çox önəmlidir. Hər dəfə özümüzü kontrol eləyə bilirik. Bugünkü durumum nədir, necəyəm və bu durumdan hansı idarəçilik bacarığına sahibəm. Buradakı insanların çoxu idarəçidir, rəhbər şəxsdir. Çoxumuzda olan o müəyyən bir problemlər var ki, ortaq dəyərləri paylaşa bilirik. Hansı ki, qərarlar veriləndə yanlış olsa belə o qərarların arxasında durmağı. Ümumiyyətlə o oyun prosesində kimə ki pretenziya bildirməyə çalışırdım ki, səndə bu mənfidir və yaxud da ki, bu müsbətdir. Araşdırmada baxırdım ki, yekunda özüməm. Yəni bu qısa bir müddət ərzində bir insanın özünü görməyi və o görməyi qəbul etməyi, həzm etməyi həqiqətən də böyük bir yaxşı məndə ürək tələb eləyir. Orada ümumiyyətlə yəni bir mənalı olaraq mən özümü yaxşı bir insan kimi sərgiləməyə çalışırdım. Ona görə məncə kənar fikirlər mənim üzərimdə çox rahat oynanılırdı. İdarə olunmağı şuurlu şəkildə keçirtmişəm. Yəni bilirəm ki, əslində idarə eləyirsən, razıyam buna. Amma müəyyən məqama qədər. Əslində çox passiv idi. Amma mən özümə görə bilirsiniz nə edirdim? Dağıdırdım da oranı da. Sonra başa düşdüm ki, əslində bu mənə görə belə imiş. Ətraf üçün o qədər də aktiv bir hal deyilmiş. Sabah özümü meydanda başqa cür görmək istəyirəm. Başdan ayağa göstərdi ki, yəni sən indiyə qədər bildiklərin bir şey deyil imiş. Oyunun əsas göstərdiyi şey oldu ki, sən o qıraqda gözləyib özü ikinci planda saxlamaqla elə həyat proseslər gedir. Ondan sonra onu dərkin keçdim ki, proseslərin qıraqdan izləyici yox, prosesin iştirakçısı olmaq lazımdır. Məndən ötürü bu oyun bir özünü görmə platformasıdır. Əsas adama, məsələn, rəhbərin idarə etmədəki səhvlərini daha rahat görə bilirsən. Adamın özündə də açılışlar baş verir. Ya mən fikrimi çatdıra bilmirəm, ya mən deyə bilmirəm və yaxud da ki, elə öz idarə etməmdə də mən bəlkə də belə eləyirəm. Ətrafımda deyilən sözlərə qulaq asmıram və o da gətirir proseslərin dağılmağına gətirir, çıxardır. Komandanı daha rahat görə bilirsən, prosesləri daha rahat izləyə bilirsən. Rəhbər özünü elə göstərməlidir ki, komanda tam şəkildə onun rəhbər olduğunu qəbul etməlidir. Yəni dildə rəhbər yox da, belə deyək. Hamı bilməlidir ki, məsələn, bu adam liderdir, biz bu adamın arxasından keçsək bizi bir yerə aparıb çıxardacaq. Əslində idarə etmə prinsiplərini ortaya qoyur, müəyyən bir biznes mühiti yaranır. Bir neçə dəqiqədən sonra mənim belə lampoçkalarım yanmağa başladı ki, həqiqətən də mən real həyatımda da rəhbər heyətlə, müdirlərlə eyni bu cür davranıram. Mənə görə çarx güzgüdən ibarət labirintdir. Oyun hədəf olaraq sahibkar və biznesmenlər üçün nəzərdə tutulsa da, korporativ mühitdə çalışanlar üçün də çox faydalı ola bilər. Çünki əgər rəhbər heyətdirsə işçilərin idarə olunmasında, əgər işçidirsə rəhbəri ilə davranışlarında və gələcək münasibətlərində çox dərin dəyişim yaşaya bilər. Amma bununla da məncə kifayətlənmirik. Eyni zamanda ailə mühitində və yaxud dostlarımızla da mühitdə bir çox davranışımıza təsir edə bilir. Komandanı qurmağa çalışıram, nəticədə polyada tək qalıram. Hətta təlimdən sonra da bir neçə ay onun təsirində və dəyişim dalğasında oluruq. Amma çarx elə bir mühitdir ki, orada biz onu rahatlıqla tətbiq edə bilirik və o vəsaiti gəlir qazanmaq məqsədilə yerləşdirmişəm. İstər-istəməz məsuliyyət var və başqasının bunu məhv eləyə biləcəyindən, ehtimalından qorxuruq. Mənim şuurum dəyişdi, ona baxış bucağım dəyişdi. Əslində bu oyuna başlayanda məqsəd nə idi anlamırdım. Bəzi yoldaşlarım dediyi kimi mafiya kimi gördüm, bəzi yoldaşlarım dediyi kimi özünü ifadə kimi gördüm, amma başa düşdüm ki, insanlar həqiqətən də öz hekayəsini danışır və ona aid olan hekayəni oxuyur. Bəzi yoldaşlar deyir, məsələn, bunu keçmək üçün qutudan çıxmaq lazımdır, bəziləri deyir, bir addım arxaya getmək lazımdır və s. Amma mən bunu ən çox deyərdim ki, insan o zaman öyrənməyə başlayır ki, şahidlik halında öyrənir. Bəzən olur ki, rəhbər və yaxud hər hansı bir əməkdaş
verdiyi reaksiya, verdiyi münasibət sənin həyata baxışını, rolunu dəyişdirir. Bəzən olur ki, məsələn, bir mühit formalaşdırır hər hansı bir güclü oyunçu, digər oyunçu orada rol almaq istəyir, adını xaos qoyur. Bu səbəbdən də dediyim kimi insan öz hekayəsini, son ən mükəmməl halını burada ifadə edir. Proseslərdə anlamadığımız yerlər bizim üsyan tərəfimizdir. Çarx oyunu çox qısa bir zamanda səni və ətraf mühiti sənə tanıtdırır. Əla. Bəlkə bəzi insanlar buna oyun kimi baxır, bu hətta oyun da deyil və həyatın bir prosesidir. Burada iştirak edənlər şirkət rəhbərləridir. Burada iştirak edənlər şirkət və ya qurumu idarə edən rəhbərlərdir. Orada baxdım ki, orada mən anladım ki, ya bu idarə etməklə olmur, yəni. Yerində orqanik olaraq iştirakçılıqda nəsə bir dəyişmə səbəb ola bilirsən, yoxsa nəyisə idarə etməyə qalxdığında artıq orada sənin gücün yoxdur. Orada nə qədər iştirakçılığın varsa, o qədərsən. İdarəçiliyin orada təbii olaraq görsənir. Yəni, orada sənin zəif nöqtən həmən bilinir. Sonra mən başa düşdüm, bu oyun deyil də. Əslində, bu insanın elə əsas biznesdə, amma məncə elə həyatın özündə də insanın iştirakçılığı var. Hər hadisədə, hadisələrdə ona düşən bir pay var, onu yerinə yetirmək var, yerinə yetirməmək var. Xaos əslində yeni bir sistemi qurmaq və yeni bir mərhələyə keçmə fürsətidir. Yəni, xaosu artıq biz bir qarışıqlıq kimi görmürük. Xaos elə bir ki, bir duman kimidir. Çəkiləndən sonra əgər o xaosu doğru şəkildə dəyərləndirirsənsə, yeni bir etapa keçmək, yeni bir sistem yaratmaq meydana açır, fürsətidir. Elə baxıram artıq. Əslində təbiət olaraq bir çoxumuz o xaosu sevməyən adamlar idik. Bu Masallıda bir oyunda, Masallıda qrup rəhbəri var idi, hansı ki danışmağa çəkinirdi. Mən ona iradla qayıtdım ki, yəni sən gözləyirsən ki, hamı sussun, sonra danışasan. Belə olmayacaq, susmayacaq. Bu komanda susmayacaq. Yəni mən oradakı öz dəyişimimi görə bildim ki, yəni mən əvvəl gözləyən tərəf idim, indi yox. Əksinə bu həqiqətən transformativ bir inkişaf necə deyim, bir modelidir. Burada çox müsbət inkişaflar gedir, açılışmalar gedir. Oyunu mən bayaq dostlarımızın da bir çoxu səslənirdi o fikri. Yəni güzgü effekti kimi görürəm. Məsəl üçün korporativləşmə yolunda bu inkişaf eləyib hansısa bir şöbənin rəhbəri kimi olmaq üçün bu inkişaf yolunu keçməlidir. Başqalarını idarə edən adamların özləri nə durumdadır? Mənim üçün çox əhəmiyyətli idi. Ağıllılardan faydalanmaq istəməyən, yəni öz egosunu açdım, mən egomu yemişəm, amma bu kənardan görünür, bu sözdədir. Bura doğrudan da cəsarətlilərin məkanıdır deyərəm. Həyatda biz əvvəldən necə deyilmir axı, həyatın özünü yaşayırıq da, elə bir real həyat kimi yaşayırıq orada. Həyatda bəlkə bir 5 ildə başına gələcək bir təcrübəni orada 5 saatın içində qazanırsan da. Mən gözlədim ki, nəsə olacaq, mənim sanki Patmosda qarşıma gətirəcəklər, hər şey hazır. Mən də burada dəvətli şəkildə iştirak edəcəm. Gördüm ki, burada adamı dəvət edən yoxdur, özün atılmalısan oyuna. Heç kəsi gözləməməlisən. Yəni bir fikrin varsa ortalığa qatılma. O məndə biraz kompleks var idi sözün açığı. O meydan yarandı ki, mən onu orada biraz aşa bildim. Gözləmə rejimindən çıxmışam da belə deyək. Addım atmaq lazımdır, addım atmaq vaxtıdır. Mənə addım atmağı öyrətdi belə deyim Çarx. Hər dəfə 2 dəfə iştirak eləmişəm. Hər dəfəsində məsəl üçün müəyyən bir fərqindəlik məndə baş verib ki, öyrəndiklərimi çalışmışam komandada tətbiq eləyim və hal-hazırda da onun uğurunu alıram. Hal-hazırda da versiyasını tətbiq eləmişəm. Burada bir uğur əldə eləmişəm açığı komandada. Beyində yeni təfəkkür yaranmış kimi oldu. Çünki artıq əvvəl kimi düşünmürdük. Çünki transformasiyadan qabaq bir başqa cürə düşünürdük. Transformasiyadan sonra bir başqa cürə düşünməyə başladıq. Yəni indi məsəl üçün onu fikirləşdim ki, əvvəl mən nəsə hansı addımlar atırdım, indi hansı addımlar atıram. Tam fərqli insanların addımlarıdır. Daha çox tamı görmə bacarığı formalaşıb. Biz insanlarda, ümumiyyətlə biznes insanlarda, məsələn iş adamları insanları adətən insanları idarə eləmək üzərindən işimizi qururuq da. Yəni düzgün idarə etmə qura biliriksə, işimiz də uğurlu alınır. Düzgün idarə etmə qura bilmiriksə, işimiz də yaxşı alınmır da. Sırf bu çarx oyunun da mənə qatqısı odur ki, mən 15 nəfər insanın hansı roldan hansı rola girdiyini görə bildim. Çarx oyunu elə bir mühit yaradır ki, həyatda necəsən, orada da eləsən. Yəni mən ona görə deyəm, bir neçə oyun oynayandan sonra onu görmək olur. Oyunun bir ləzzətli yeri var ya, axırı. Ən ləzzətli yeri harda ki, gedir bir yatır durandan sonra
görür ki, yox, deyəsən axı mən hələ beləyəm. Çarx oyunu insanın belə deyim də, həm potensialın, həm də ki, qüsurların üzə çıxardır.